Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyikel fərəc. Məkasib kitabından 363-cü dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehir və cadudan gedir. Və keçən dərslərimizdə Əllamənin Qəvaid kitabında sehrə verdiyi tərifdən danışdıq. Əllamənin nəzərində sehr nə deməkdir? Onu oxuduq. Bugünkü dərsimizdə də mərhum Fəxrul Muhəqqiqin İzah kitabında verdiyi tərifi oxuyuruq. Və mərhum Fəxrul Muhəqqiqin İzah kitabında verdiyi tərif Əllamənin Qəvaid kitabında verdiyi tərifdən əəmmədir. Yəni Əllamənin verdiyi tərif o yerə şamildir ki, orada gərək məshur ola. Yəni o şəxs ki, ona sehr olunur, onun ya zatına, ya əqlinə təsir ola. Amma Fəxrul Muhəqqiqinin İzah kitabında verdiyi tərif isə əəmmədir, istəyir orada məshur ola, ya olmaya. Ona görə deyirlər ki, Fəxrul Muhəqqiqinin verdiyi tərif Əllamənin verdiyi tərifdən əəmmədir. Fəxrul Muhəqqiqinin İzah kitabında verdiyi tərifi oxuyuruq. Əlbəttə bu neçə cəhətdən yanaşıbdır. Mərhum Şeyx Murtəza Ənsari buyurur və qalə fil izah. Fəxrul Muhəqqiqin İzah kitabında buyurubdur. İnnəhu, yəni o sehrə tərif verir. O sehr istihdasul xəvarik. Sehr yəni xariqul-adə, fövqəl-adə şeyləri hadis eləmək, vücuda gətirmək. Yəni insanların nəzərində o işləri ki, xariqul-adədir, fövqəl-adədir, onları hadis eləmək, buna sehr deyərlər. Bu, İzah kitabında Fəxrul Muhəqqiqinin söylədiyi tərifdir. Müntəha, bu xariqul-adə, yəni fövqəl-adə işləri hadis eləmək nə ilə olar? Buyurur, imma bi mücərrədi təsiratil nəfsaniyyə, ya bu işləri şəxs hasil eləyir tək nəfsani təsirlərinə. Məsələn, o qədər haram müqəddimələr eləyir, haram işlər görür. Ta o haram müqəddimələrin nəticəsində öz nəfsini bir yerə çıxardır ki, gəlir o xariqul-adə, fövqəl-adə işlərini hadis eləyir, onları vücuda gətirir. İmma bi mücərrədi təsiratin nəfsaniyyə, ya o xavariqul-adə, o işləri ki, fövqəl-adədir, onları hadis eləyir
tək nəfsani təsirlərlə və huvə sehr. Buna deyərlər sehr. Fəxrül Muhaqqiqin verdiyi tərif. Buna deyərlər sehr. Av bil istianət bil fələkiyyat fəqət. Ya da bu təsirat nəfsaniyə ilə yox, bəlkə fələkiyyatın köməyi ilə bu xariqüladə işləri hadisə eləyər. Fələkiyyat nədir? Və huvə dəvətul kəvakib. Yəni sahir, sehr eləyən üzün tutur ulduzlara, ulduzlarla danışır, ulduzlardan kömək istəyir və ulduzların vasitəsi ilə fövqəladə işləri, xariqüladə işləri hadisə eləyir. Yəni gətirir, vücuda gətirir. Av bi təmzicil quvvəs səmaviyyə bi quvvətil ərəziyyə. Və yaxud bu sahir o göydə olan qüvvələrlə yerdə olan qüvvələri qarışdırır, onların vasitəsi ilə bu fövqəladə işləri hadis eləyir. Və hiyə tilsimat, buna tilsim deyərlər. Deməli, Fəxrül Muhaqqiqin tərifi belə verdi. Əgər insan təsirat-ı nəfsaniyə ilə, yəni nəfsi təsirlərlə fövqəladə işləri yerinə gətirsə, buna sehr deyərlər. Ulduzların vasitəsi ilə bunu yerinə gətirsə və yaxud göy cisimləri ilə yer cisimlərinin qarışdıra və onların köməyi ilə o xariqüladə işlərin hadis eləsə, buna tilsimat deyərlər. Buna deyərlər ki, filan kəs tilsim eləyib. Bu iki dənə tərif. Av əla səbilil isti'anə bil ərvahil sazicə və hiyəl əzaim. Və yaxud bir nəfər tək ruhlar vasitəsilə, ruhların köməyi ilə bu fövqəladə işləri hadis eləsə və hiyəl əzaim, buna əzaim deyərlər. Və yədxulu fihi niruncat, buna daxildir həmən niruncat. O niruncat yəni məna eləyəcək, yəni ulduzların vasitəsi ilə də kömək eləmək. Məsələn, böyük ulduzlardan biri aydır və günəşdir. Məsələn, ay və günəşin köməkliyi ilə o fövqəladə işləri yerinə gətirər. Vəl kullu haramun fi şəriətil İslam. Xülasə, Fəxrül Muhaqqiqin izah kitabında sehr, tilsim, əzaim bunları tərif deyibdir və buyurub vəl kullu haramun fi şəriətil İslam. Bizim şəriətimizdə, bizim dinimizdə bunların hamısı haramdır. İstəyir tilsimi olsun, istəyir sehri olsun, istəyir əzaimi olsun, nə ad verirsən bunlara ver, bunlar hamısı şəriətimizdə haramdır, qadağandır və mustəhilluhu kafirun. Hər kim bunları halal bilsə, desə ki, bunlar halaldır, haram deyil, o şəxs dinimizdə kafir hesablanır və o şəxs müsəlman hesablanmır. İntaha. Bu, Fəxr-i Muhaqqiqin izah kitabında verdiyi təriflərin sonudur. Necə Əllamə Qəvaid kitabında sehrə tərif yazmışdı, bu da Fəxrül Muhaqqiqinin
İzah kitabında tilsimə, əzaimə, sehrə verdiyi tərifdir. Elhamdülillahi Rabbil aləmin.